لكن نبي نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Ona görə bax, digər bir hədisdə Əbu Davud rahimehullahın rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən aftara yawman min Ramazana min gayri ruxsatin və la maradin lam yaqdi anhu sawmud dahri kullihi və insama." Əgər deyir kimsə, əgər deyir bir kəs üzrü olmadan və ya xəstəliyi olmadan üzürsüz bir şəkildə Ramazandan bir günü tutmasa orucunu, bir gün belə orucunu tutmasa, bütün ili oruç tutsa da onun əvəzini deyir verə bilməz. Qəsdən. Bir var xəstəlik səbəbi olar və səfər olar, hər hansı bir üzrü olar, orucu açar. Allah azza və cəllə buyurur ki, digər günlərdə tut. Digər günlərdə tut. Amma kim heç bir üzrü olmadan, xəstəlik olmadan, üzürsüz bir şəkildə Ramazanın bir gününü belə oruç tutmasa, sonra başqa bir vaxtlarda bir il dalbadal oruç tutsa belə onun əvəz eləyə bilməz. Kim buyurur bunu? Bu da Muhammed sallallahu aleyhi ve sellem. Və sonra digər məsələ, ürəyi sıxılaraq, istəməyərək, canı sıxılaraq oruç tutmaq məsələsi. Bu da nədir? Onun orucunun fasid olmasına səbəb olur. Çünki insan orucu vacibliyinə iman edərək tutmalıdır, sevərək tutmalıdır. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Mən samə Ramadana imanən və ihtisabən, ğufirə lehu ma taqaddama min zənbi." Kim Ramazanı imanla və əcrini Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Bakın, iki dənə məsələ gətirdi. İmanla və əcrini Allahdan umaraq. İmanla necə olur? Yəni Allaha və Rasuluna imanla. Ki bu Allah azza və cəllə Allaha iman eləyir və sonra Allahın bu məsələni əmr etdiyinə iman eləyir. Ki bəli, bu Allahın əmridir. Rasuluna iman eləyir və bu Rasulunun da əmridir. Bu cür. Və ihtisabən, yəni Allahdan əcr umaraq. Yəni həmən orucunun qarşılığında Allahdan əcr umaraq tutarsa. Keçmiş kiçik günahlarına eləyər, bağışlanar. Allah azza və cəllə bizləri ixlaslı bir şəkildə Ramazan orucunu tutmağı, bitirməyi müvəffəq eləsin. Amin.